Məyusluq buludu və günəş. Sehirli duyğu meşəsinin kənarında balaca, işıqlı bir ev ucalırdı. Pəncərələrində sarı pərdələr dalğalanar, qapısının önündə rəngbərəng çiçəklər açardı. O evdə mehriban ana pişik və onun balaca qızı Mimi yaşayırdı. Bir gün ana pişik qızına par-par parıldayan qırmızı bir top gətirdi. Miminin sevincinin həddi-hüdudu yox idi. "Ah, bu mənim ən sevimli oyuncağım olacaq, mır!" Mimi səhərdən axşama qədər topu ilə qaçdı, tullanıb güldü. Meşə onun gülüşü ilə işıqlanmışdı. Amma axşamüstü oyun zamanı top iti daşın kənarına dəydi və pıs! Top sanki yoruldu, kiçildi və sönərək yerə düşdü. Miminin gözləri böyüdü, sonra yaşla doldu. "Yox, mənim topum partladı!" deyə uca səslə ağladı. Göz yaşları axdıqca göy üzündə qara buludlar yığıldı. Buludlar böyüdü, böyüdü, bütün duyğu meşəsini kölgəyə aldı. Quşların nəğməsi sustu, çiçəklər başlarını endirdi. Ana pişik asta addımlarla qızının yanına gəldi. Sakit səslə dedi: "Mən buradayım balam, istəsən səni qucaqlayım." Amma Mimi başını yellədi. "İstəmirəm, mən çox məyusam." Ana heç nə demədi. Sadəcə yanında oturdu. Mimi ağladı. 5 dəqiqə, 10 dəqiqə. Bulud hələ də göydə idi. Sonunda Mimi titrək səsi ilə pıçıldadı. Ana, indi istəyirəm, məni qucaqla." Ana pişik balasını bağrına basdı. Mimi anasının isti qucağında hələ də ağlayırdı, amma sanki ürəyindəki daş yavaş-yavaş əriyirdi. Göydəki buludlar incəldikcə incəldi. Nəhayət Mimi göz yaşlarını sildi. Qonur gözlərində işıq parladı. O gülümsəyərək dedi: "Ana, bax mən artıq yaxşıyam." Elə o anda bulud çəkildi. Günəş yenidən doğdu. Quşlar cikkildədi. Çiçəklər başlarını işığa tutdu. Duyğu meşəsi yenidən sevinclə nəfəs aldı. Ana qızının partlamış topunu götürüb dedi: "Balam, bəzən sevimli şeylərimiz sınır. Bəziləri ilə əbədi vidalaşırıq, bəzilərinə isə yeni həyat verə bilərik. Bax, bu top artıq əvvəlki kimi deyil. Amma biz ondan çiçək qabı düzəldə bilərik. İçinə torpaq qoyarıq, toxum əkərik. Bir müddət sonra oradan yaşıl bir bitki boylanır." Miminin gözləri işıldadı. "Ay, deməli topum indi çiçək qabına çevriləcək?" Mimi sevinclə qucaqladı anasını və onlar birlikdə evlərinə tərəf getdilər. Əllərində artıq yeni ümidə çevrilmiş top vardı. Duyğu meşəsi uzun müddət Miminin gülüşü və ümid dolu baxışları ilə işıqlanmış oldu.